Hər kəsə salam. Bu gün bu qarmaqarışıq olan rəfimi düzəltməyə çalışacağıq. Bəli, indi burdan ən birinci kitablarımızı götürürük, boşaldırıq. Boşaltmağa başlayırıq. Boşalt bitmir və çox qarışıq bir daxıldır. Əgər yenə indi videomuzu izləyirsinizsə, sonuna qədər izləməyi unutmayın. Bəli, indi hər yeri boşaltdım və siz indi görmədiniz, amma mən içini də sildim. Burada bir çox ingilis dili, ana dili, riyaziyyat, bir çox toplular var. Bunları göstərir və dimlər var. Bəli, bunlar. Bəli, indi bəzi kitablarımı düzənlədim və burada yenə kitabları göstərirəm. İngilis dili, ana dili, riyaziyyat fərqi yoxdur. Bütün kitabları yenə hər bir göstərib yerinə yığıram. Burada mənim belə bir qayda kitablar desəm işləmə və belə ingilis dili, riyaziyyat fərqli kitablarım var və onları da yenə rəfin birinci ilk gözünə qoyuram. Bu rəfləri bir düzəldəcəm, boşaldıb doldururam. Bəli, indi burada bir çox dəftərlər, albomlar var. Yenə onları da qoydum və mənim bir çox kitablarım vardır ki, bunlar ağır olduğu üçün onları ən alt rəfə qoyuram ki, ağırlıq çox üst rəflərə düşməsin. Burada bir çox boş dəftərlər var. Ona görə onları da ayrı rəfə qoyuram. Burada mənim çox rəsm çəkdiyim albomum var. İndi içini göstərmirəm və burada da atlaslar var. Atlasları da yenə həminki yerinə qoyuram. İlk göz demək olar yavaş-yavaş dolmağa başlayır və buradan yenə ümumi çəkim edirəm ki, görə bilərsiniz nə etdik, nə etmədik. Çünki biraz çox sıx çəkimlər olur. Burada çox şirin balaca notebook var. Onu da yenə birinci gözün üzərinə qoyuram. Bəli, indi burada yenə ümumi görünüş olaraq çəkimi edirəm və başlayıram nəyə? Burada mənim stikerlərim və kitabın qırağına işarə olsun deyə yapışdırdığımız yerlər var. Onu da kiçik belə bir qabım var. Onun içinə qoydum. Və rəfə yerləşdirəcəm indi. Bəli, indi yerləşdirdim. Çox kiçik bir sıxlıq aralığa yerləşdirirəm. Və indi hara keçirik? İkinci gözə. İkinci göz qarışıqdır. İndi ikinci gözü yavaş-yavaş boşaltmağa başlayıram. Və yenə həmişə kimi boşaltdım. İndi isə burada üçüncü gözü də boşaldıram. Çünki 2 və 3-cü gözü birlikdə təmizləmək istəyirəm. Ayrı-ayrı təmizləyib sizi yormaq istəmirəm. Çox video da uzun getməsin. Bəli, burada öz kitablarımı göstərirəm. Mən 7-ci sinifdə oxuyuram. Və burada mənim öz kitablarım, iş dəftərlərim var. Bunları göstərirəm. Biologiya, kimya iş dəftərləri birinci və ikincisi olaraq. Göstərirəm. Ancaq mən üzrlü sanki burada kitabları elə bir ki, yer olaraq sov qoya bilmədim. Çünki rəfin uzunluğu dardır. Ona görə qoyamadım. Və burada yenə bir boş dəftərim var. Onu da əvvəl qoyduğum o daxila qoyuram. Boş dəftərlərin hissələrini qoyuram. Bəli, bunu da yenə yerinə qoyduq və rəfi artıq bağlayırıq. Bəli. Artıq demək olar burada bitdi. Amma dəftərlər sanki çox oldu. İndi burada mənim böyük bir ən üstü təmizləmirəm. Çünki ən üstə çox işlətdiyim şeyləri qoymuram. Ona görə də bura papkanı qoydum. Papkanın içərisində bəzi rəsmlər və yaxud da işlənməyən testlər var. Bəli, burada çox elə bir ki, dəftərlər çox olduğu üçün də yana qoydum. Üçüncü göz boş qaldı. O boyda əşyadan üçüncü göz boş qaldı. Ancaq üçüncü gözü birazdan qələmlərlə düzənləyəcəyik. Video irələtməyin və baxın. Zəhmət olmasa. Mən birinci daxılı təmizləyəcəm. Burada bir çox bloknotlar, dəftərlər var. İndi bloknotları qoyuram və bir qoyduqca siz də bloknotlarımın üzərinə görə bilərsiniz. Bəli, bloknotlar bitdi və burada mənim belə bir kitabım var idi. O kitabı isə işlətmədiyim üçün yenə ən yuxarı hissəyə qoyuram. Burada işlətmədik
işlətmədiyim əşyaları qoyduğum üçün ora qoydum. Buranı da bağladıq və belə bir kağızım var. O kiçik yapışqanlı kağızlar var. Onları da qoyuram. O əvvəl qoyduğum elə bir stiker qoydum yerə və çıxardamıram. Yəni çox darlıq var. Və qoydum və yerinə geri qoydum. Burada isə müxtəlif kaşloklarım var. Bax, kaşloklarımı bura qoymaq istədim. Batokların yanına, çünki çox boş qalmaq daxılarını istəmədim. Bəs kaşloklar necədir? Kaşloklarıma neçə bal verirsiniz? Yoruma yazın. Burası yenə boş qaldı. Və bura qələmlərimi qoyacağım. Qələm, rənci karandaşlarımı. Siz çox yormaq istəmədiyim üçün onları düzəltdim. Yəni tez bir zamanda düzəltdim və sizə göstərirəm. Bura belə oldu. Mavi qaba sadəcə qələmlərimi və sadə karandaşlarımı qoyacağım. Və gördüyünüz kimi artıq çox qələmim var. Çox qələmim var. Və nəysə ki, artıq rəhli karandaşlarımızı da hazırladıq və burada bir qab boş qaldı. Niyə boş qaldı? Çünki yəni çatdı da, yəni hər şey doldu. Artıq o boş qaldı. Heç olmasa o da qalsın və artıq bitəcək. Və burada bir dənə daha kaşlok tapdım. Onu da artıq qoyuram bura. Bəli, dostlar, necə idi videom? Bəyəndinizmi? Yəni necə hazırladığım? Əgər videom çəkimim pisdirsə, üzrlü sayın. O da mənim əlimdən gəlmir. Artıq ən çoxu bu qədər. Sağ olun, salamat qalın.